Uşaqlarda böyrəklərdə genişləmə nədir? Altda hansı səbəblər ola bilər? Deməli, uşaqlarda böyrək genişləmələrinin, böyrəyin ölçüsünün geniş görülməsinin bir neçə səbəbi ola bilər. Bunlardan birincisi, böyrəyin özünün çıxımında bir darlığın olması və buna bağlı olan genişləmədir. İkinci səbəb, sidik axarının sidik hissəsinə birləşdiyi yerdə bir darlığın olmasıdır. Bu kimi hallarda böyrəklə birlikdə sidik axarında da bir genişləmə görürük. Üçüncü səbəb isə tam tərsinə sidik hissəsindən sidiyin geri qaçmasıdır. Bu hallarda ən son stadiyada artıq həm böyrəkdə, həm sidik axarlarında ciddi genişləməyə səbəb ola bilər. Hər böyrək genişləməsi cərrahiyyə gərəkdirirmi? Əlbəttə, cərrahiyyə gərəkdirmir. Əksər hallarda altda yatan səbəb aydınlaşdırıldıqdan sonra bu uşaqları izləm altına alırıq. Yaxın izləmlərdə uşaqların böyrəklərində genişləmənin necə artmasına, eyni zamanda bunun ciddi infeksiyalara səbəb olub-olmadığına, böyrəyin funksiyasında azalmaya səbəb olub-olmadığına baxırıq. Bu kimi hallarda izləm sırasında hər hansı bir stadiyada cərrahiyyə məsləhət görülə bilər. Bəzən sadəcə ilk gördüyümüz xəstələrdə belə çox ciddi böyrək genişləməsi varsa, bu mərhələdə də cərrahiyyəni tövsiyə edə bilirik. Əgər uşaqda anadan gəlmə ya da ana bətnindəykən bir böyrək genişləməsi görülürsə, bu uşaqların uşaq cərrahı və ya uşaq uroloqu tərəfindən yaxın izləmdə qalması, sıx poliklinika kontrolləri məsləhətdir.